Nə qədər insanlar var görürsən də günah edirlər ki, Allah keçəcəkdir, bağışlayandır, rəhimlidir. Qardaş, bu nə qədər insan ağılda naqis ola bu sözləri deyə. Bəs bu qədər cəhənnəm ayələri kimlər haqqındadır, qardaşım? Məgər asi insanlar haqqında deyil. İman əhlindən belə cəhənnəmə düşənlər olacaq, qardaşım. İman əhlindən niyə? Günahlarına görə, tövbə etmədiyinə görə, qul haqlarına görə və s. Mömin insan gərək qorxsun. Abdullah ibn Əbi Muleykə rahiməhullah qəşəng bir söz var. Deyir ki, mən 30-dan çox sahabə gördüm. Hər biri nifaqdan qorxardılar. Öz nəfsləri üçün nifaqdan qorxardılar. Subhanallah. O sahabələr ki, Allah-u Teala kitabını neçə yerdə onları təmizə çıxardır. Onları tərifləyib, onlardan razı qaldığını, onların da Allahdan razı qaldığını bildirib. Bununla yanaşı onlar öz nəfslərindən nifaqdan qorxardılar, kürdlükdən qorxardılar. Arxayın deyildi ki, mənim haqqımda ayələr nazil olub bizim haqqımızda. Allah bizdən razıdır, bizə cənnəti vəd edib. Bundan sonra nə etsəm də problem yoxdur. Bunu söyləmirdilər, subhanallah. İbn Ömər, Abdullah ibn Ömər, Allah ondan razı olsun, deyir ki, əgər bilsəm ki, bir səcdəm qəbuldur, bu mənim üçün dünya və içindəkilərdən xeyirlidir. Kişi, bunu kim deyir? Abdullah ibn Ömər. Sahabələr içərisində alim olan sahabələrdən biridir. Çox hörmətli, şərəfli birisi idi. Təsəvvür et, qardaş. O qədər həris idi sünnəni tətbiq eləmək, yaşamağa. Deyir, bilsəm ki, bir səcdəm qəbul olub, o mənim üçün dünya və içindəkilərdən xeyirlidir. Gör, subhanallah, və sahabələrdə olan, yəni, qorxuya bax, əməllə yanaşı, subhanallah, salih əməllə yanaşı, qorxardılar ki, birdən Allah bizdən bu əməlləri qəbul eləməz.